ASTV xəbər komandası olaraq saatin əsas başlıqlarını təqdim etmək üçün yenidən qarşınızdayıq. Hər vaxtınız xeyir, əvvəlcə dostlar. Daha 20 ailə Cəbrayıla qayıtdı. Sakinlərə yeni mənzillərinin açarları təqdim edildi. BMT-də Yəmənlə bağlı qətnamə qəbul edildi. Qurumun missiya müddəti sonuncu dəfə uzadıldı. Avstraliyada istilər meşə yanğınlarını genişləndirdi. 6 aktiv ocaq qeydə alındı. Azərbaycanda isə hava şəraitinin yağıntılı olacağı gözlənilir. İndi isə təfərrüatı ilə. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam edir. Bugün daha bir qrup sakin doğma yurduna dönüb. Cəbrayıl rayonunun Horovlu kəndindən 77 nəfərlik 20 ailə qayıdıb. Onlara yeni evlərinin açarları da təqdim olunub. Əliyev Ramil, Alkərəmov Sadiq, İsmailov Abbasqulu. Yeri gəlmişkən 2025-ci ildə Azərbaycanın dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 4 milyard 465,7 milyon manat vəsait ayrılıb. Məlumata görə həmin vəsaitin 3 milyard 781,9 milyon manatı işğaldan azad edilən ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulan məqsədli vəsaitin 373,2 milyon manatı dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin 258,5 milyon manatı dövlət əsaslı vəsait qoyuluşu investisiya xərcləri üzrə vəsaitin 52,1 milyon manatı dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşüb. Xatırladaq ki, 2024-cü ildə dövlət büdcəsindən işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası üçün 4 milyard 855,8 milyon manat vəsait ayrılıb. Tramvay xətləri çəkiləcək, yeni metro stansiyaları istifadəyə veriləcək, tıxacların önünü almaq üçün bəzi yollarda iri miqyaslı tikinti işlərinə başlanacaq. Bəs nəqliyyat sahəsində daha hansı yeniliklər var, dinləyək. Əsas infrastruktur layihələrindən biri olan dairəvi yollardan söhbət gedir. Birinci növbədə Bilgə, Novxanı və Sumqayıt yoluna birləşəcək Vaz dairəsi adlandırılan ərazidə olan yolun inşaatı bilirsiniz ki, davam edir. Həmin nöqtədən Şamaxı yolunu birləşdirəcək Xırdalın üzərindən yolun inşası davam edir. Eləcə də Koroğlu metro stansiyasından Həsən Əliyev yolu birləşdiriləcək, prospektini birləşdirəcək, Keçlədən keçən yolun inşası da sürətli şəkildə davam edir. Dövlət proqramında əsas bu yol infrastruktur layihələri həyata keçiriləcək. Burada 3 dairəvi yolumuz var bizim. Mən xüsusi olaraq məlumat vermək istəyirəm. Birinci dairəvi yol Rəhman mənim qeyd elədiyi kimi, burada dairəvi yol 3 kimi göstərilib. Bu Bilgə Novxanlı Vaz dairəsinə gedən yoldur. Növbəti dairəvi yol Sabunçu Sultəpə dairəvi yoludur. Bu yol sadə dildə desək, ekologiya postu adlandırılan polis postundan keçərək, yanından keçərək Sultəpəyə daxil olacaq və Sultəpəni birləşdirəcək. Üçüncü dairəvi yolumuz isə Ziya Bunyadov prospekti kənar dairəvi yoldur. Bunu da daha rahat izah eləmək üçün avtovağzalın yanında olan qovşağa birləşəcək və oradan olan axınları faktiki olaraq dairəvi yola apara biləcək. Bu il mayın 17-sindən 22-sinə dək Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunda iştirak etmək istəyənlərin sayı artıb. 158 ölkədən 10 mindən çox iştirakçının qeydiyyatdan keçməsi forumun dayanıqlı, inklüziv və davamlı şəhər inkişafı mövzusunda mühüm beynəlxalq platformaya çevriləcəyini göstərir. Dünya gündəmi ilə davam edirik. Türkiyənin təhlükəsizlik qüvvələri FETÖ terror təşkilatına üzv olmaqda şübhəli bilinən şəxslərə qarşı növbəti əməliyyat keçiriblər. 46 şəhərdə ümumilikdə 151 nəfər saxlanılıb. Təfərrüatı Ankaradan bizimlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Yalçın Tahiroğlu çatdıracaq. Yalçın, hər vaxtınız xeyir, buyurun efirdəsiz.
Türkiyədə terrorla mübarizə və bu çərçivədə FETÖ terror təşkilatı mənsublarına qarşı əməliyyatlar davam edir. Bugün Daxili İşlər Naziri Əli Yerlikaya növbəti əməliyyat haqqında sosial media hesabından məlumat yayıb. Həmin məlumata əsasən ümumilikdə 46 şəhərdə eyni anda əməliyyat həyata keçirilib və 151 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlardan 82-si haqqında artıq həbs qəti imkan tədbiri seçilib. 54 nəfər ölkəni tərk etməmək şərti ilə sərbəst qalıb. Digərləri ilə bağlı hüquqi prosedurlar davam edir. Saxlanılan şəxslərin ədliyyə strukturları, hərbi qurumlar və təhsil sistemində yuvalanan terror təşkilatı mənsubları olduğu bildirilir. Eyni zamanda onların Baylok xüsusi rabitə sistemindən istifadə etdikləri haqqında da məlumatlar var. İstintaq davam edir. Bu saat Ankaradan çatdıra biləcəklərimiz bundan ibarətdir. Söz yenidən sizdədir. Əməkdaşımız Yalçın Tahiroğlu Ankaradan birbaşa bağlantıda FETÖ terror təşkilatına məxsus şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri çərçivəsində həbs edilən şəxslər barədə son məlumatlara çatdırdı. Avropa artıq Vaşinqtonun əsas strateji diqqət mərkəzi deyil və bu dəyişiklik müvəqqəti yox, struktur xarakteri daşıyır. Bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas bildirib. Avropa Müdafiə Agentliyinin illik konfransında çıxış edən Kallas qeyd edib ki, Avropa İttifaqı güclü transatlantik əlaqələrin qorunmasında maraqlıdır və Birləşmiş Ştatlar müttəfiq olaraq qalacaq. Bununla belə, Avropa yeni reallıqlara uyğunlaşmalı və alyansın gücünü qorumaq üçün NATO daha çox avropalaşmalıdır. Kallasın sözlərinə görə güc siyasəti ilə idarə olunan dünyaya tam miqyaslı dönüş riski olduqca realdır. Bu son hadisələr 80 il ərzində formalaşdırdığımız beynəlxalq normalara, qaydalara və onların icrasını təmin edən institutlara ciddi təzyiq göstərir. Güc siyasətinin, təsir dairələrinin və haqlı olan güclüdür prinsipinin hökm sürdüyü bir dünyaya tam miqyaslı geri dönüş riski son dərəcə realdır. Ukrayna əraziləri isə növbəti dəfə Rusiya hərbi birləşmələrinin kütləvi hava hücumlarına məruz qalıb. Kiyev vilayətində çox mərtəbəli yaşayış binaları dron zərbələrinə tuş gəlib. Nəticədə bir ailənin 2 üzvü həlak olub, 4 nəfər xəsarət alıb. Zərər çəkənlər arasında uşaqlar da var. Odessada isə dron zərbələri nəticəsində yaşayış evləri, inzibati binalar, liman infrastrukturu və kilsəyə ziyan dəyib. Yerli icra orqanlarının məlumatına görə 3 nəfər xəsarət alıb. Xersonda isə xəstəxana binası atəşə tutulub, nəticədə 2 tibb işçisi yaralanıb. Zaporojyada isə dron zərbələri yaşayış evlərini zədələyib. 6 nəfərin xəsarət aldığı, bir çox yerdə elektrik təchizatının kəsildiyi bildirilir. Üç ildən çoxdur davam edən müharibə fonunda Rusiyadan təbii qaz ixalını mərhələli şəkildə qadağan edən Avropa İttifaqı bu ölkədən nüvə yanacağı ixalını da dayandırmaq niyyətindədir. Avropa Komissiyasının sözcüsü Anna Kaysa-İtkanin sözü gedən qadağanın hazırlanma mərhələsində olduğunu açıqlayıb. Rusiyadan Avropaya nüvə yanacağı ixalını dayandırmalı olan sənəd hazırda Avropa Komissiyasında hazırlanma mərhələsindədir. Hazır olduqdan sonra Avropa İttifaqı Şurasına təsdiqlənmək üçün, müzakirə üçün göndəriləcək və bu sənədin təsdiqlənməsi ehtimalı olduqca yüksəkdir. Qeyd edim ki, hazırda Avropa İttifaqında istehsal olunan elektrik enerjisinin təxminən 4/1 atom elektrik stansiyalarında istehsal edilir və bu stansiyaların fəaliyyətində də Rusiyanın nüvə yanacağı böyük rol oynayır. Təkcə 2024-2025-ci illərdə Rusiyadan Avropa İttifaqına ümumi dəyəri 1,2-1,3 milyard avro olan nüvə yanacağı ixal edilib. Əsas asılılıq Fransa şirkətlərindədir. Bu ölkənin əsas elektrik enerjisi istehsalçısı EDF şirkəti Rusiya ilə sıx əməkdaşlıqdadır. Amma Fransada tək deyil. Məsələn, Macaristanda hazırda Rusiyanın Rosatom şirkəti atom elektrik stansiyası inşa edir və gözlənilir ki, bu stansiya işə düşdükdən sonra onun fəaliyyəti də elə Rusiyadan gətirilən nüvə yanacağının hesabına təmin ediləcək. Əgər Rusiya ilə nüvə yanacağı ilə bağlı əməkdaşlıq tamamilə dayandırılarsa, alternativlər hansı ölkələr ola bilər? Bu istiqamətdə Namibiya, Avstraliya və Kanadanın adı çəkilir. Amma hər üç ölkə Avropa İttifaqına olduqca uzaqda yerləşir. Ona görə də nüvə yanacağının daşınma xərclərinin ən azı 2-3 dəfə daha çox olacağı ehtimal edilir və təbii ki, bu da sonda istehsal olunan elektrik enerjisinin qiymətinə də təsirsiz ötüşməyəcək.
Bildiyiniz kimi Avropa İttifaqı Rusiyadan mavi yanacaq alışının dayandırılması ilə bağlı sənədi bir neçə gün bundan əvvəl təsdiq etdi. Baxmayaraq ki, ciddi şəkildə etirazlar var idi, xüsusilə də Macarıstan və Slovakiya buna etiraz edirdi. Elə bu iki ölkə də Avropa İttifaqının bu qərarından Avropa Ədalət Məhkəməsinə şikayət etmək qərarı verib. Xüsusilə də Slovakiya Avropa İttifaqına qarşı bu qərarla bağlı 9-13 milyard avroluq təzminat davası, təzminat məhkəməsi açmaq, təzminat iddiası qaldırmaq niyyətindədir. Qeyd edim ki, 2034-cü ilə qədər Slovakiyanın Rusiyanın Gazprom şirkəti ilə qaz alışı ilə bağlı müqaviləsi var idi, amma yeni təsdiq olunmuş qərara görə artıq bu müqaviləyə 2027-ci ildə son qoyulmalıdır, xitam verilməlidir. 2027-ci ildən sonra Rusiya qazından geniş şəkildə asılı olan Macarıstan, Slovakiya kimi ölkələrin qaz təminatı necə olacaq? Bu da açıq sual olaraq qalır. Sonda bir statistikanı xatırlamaqda fayda var. Rusiya-Ukrayna müharibəsinə qədər Avropa İttifaqının Rusiya qazından asılılığı təxminən 40% idi. Müharibə dövründə bu asılılıq tədricən azaldıldı və hazırda 13%-ə düşüb və 2027-ci ilin sonlarına doğru artıq Avropa İttifaqı bu rəqəmi tamamilə sıfırlamaq niyyətindədir. Biz Avropa gündəmindən Asiya ölkələrində baş verən yeniliklərə keçid alırıq. Xəzər boru kəməri konsorsiyumuna qarşı həyata keçirilən hücumlardan sonra Qazaxıstanın neft ixracında ciddi itkilər yaradıb. Rəsmi məlumatlara görə yaranmış vəziyyət həm hasilata, həm də daşınma proseslərinə birbaşa təsir göstərib. Söhbət hansı rəqəmlərdən gedir? Bu barədə bizə ətraflı məlumatı Astanadan birbaşa bağlantıda olan Mərkəzi Asiya üzrə təmsilçimiz Rövşən İlyasov çatdıracaq. Rövşən, efirdəsiz. Buyurun, eşidirik sizi. Bəli, Qazaxıstan Xəzər boru kəməri konsorsiyumuna qarşı həyata keçirilən hücumlar nəticəsində neft ixracında ciddi itkilərlə üzləşib. Belə ki, Qazaxıstanın energetika naziri Yerlan Akinjonovun sözlərinə görə baş verən insidentlər ölkənin ixrac imkanlarına birbaşa təsir edib. Nəticədə ölkə ümumilikdə təxminən 3,8 milyon ton nefti xarici bazarlara çıxara bilməyib. Nazir bildirib ki, itkilərin təxminən 1 milyon tonu Tengiz və Korolevskaya yataqlarında hasilatın müvəqqəti dayandırılması ilə bağlıdır. Bu qərar konsorsiyumun obyektləri yaxınlığında təhlükəsizlik risklərinin artmasından sonra qəbul edilib. Hazırda hər iki yataqda işlər mərhələli şəkildə bərpa olunur. Texnoloji proseslərlə uyğun olaraq hasilat tədricən artırılır. Həmçinin qeyd olunur ki, Tengiz yatağının tam fəaliyyətə başlaması bir həftə ərzində gözlənilir. Bundan əlavə hücumlardan sonra Xəzər akvatoriyasında fəaliyyət göstərən tanker gəmilərinin sığorta xərcləri əhəmiyyətli dərəcədə artıb. Bu isə neft daşımalarında əlavə maliyyə yükü yaradır. Hazırda terminal 2 çıxarılan yükləmə qurğusu vasitəsilə işləyir. Konsorsiyumun yalnız bir qurğu ilə fəaliyyət göstərilməsi ilə bağlı yayılan məlumatlar təsdiqini tapmayıb. Xatırladım ki, ötən ilin 29 noyabr tarixində Novorossiyskdə yerləşən dəniz terminalının ərazisində pilotsuz katerlərin hücumu nəticəsində konsorsiyumun yükləmə qurğusu zədələnmişdi. Zədələnmiş avadanlığın əvəzlənməsi məqsədi ilə 2 yeni çıxarılan yükləmə qurğusu Birləşmiş Ərəb Əmirliklərindən sifariş olunub. Nazirin sözlərinə görə qurğular artıq istehsal edilib. Onların çatdırılması təxminən 30 gün, quraşdırılma və söküntü işləri isə 40 gün davam edəcək. Beləliklə, ümumi prosesin təxminən 70 gün ərzində başa çatdırılması planlaşdırılır. Hazırda terminaldan gündə 2 tam tanker yüklənilir və neftin ixracı ilə bağlı yaranmış gərginlik demək olar ki, artıq aradan qaldırılıb. Qazaxıstan tərəfi yaxın günlərdə ixrac prosesinin tam sabitləşəcəyini bildirir. Bizim isə Mərkəzi Asiya bürosu olaraq çatdıracaqlarımız bunlardan ibarət idi. Buyurun, söz yenidən sizdədir. Əməkdaşımız Rövşən İlyasov Astanadan birbaşa bağlantıdaydı. Yaxın şərqdə isə Yəmənin Hüdeydə şəhərində atəşkəsə dəstək üzrə BMT missiyasının mandatı sonuncu dəfə 2 ay müddətinə uzadılıb. Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü Böyük Britaniya tərəfindən hazırlanan qətnamə layihəsinin lehinə səs verib. Rusiya və Çin bir tərəf qalıb. Qətnamənin qəbulu ilə missiyanın mandatı martın 31-nə qədər uzadılır. Sənəddə missiyanın fəaliyyətinin səmərəli, effektiv və təhlükəsiz başa çatdırılmasına, eləcə də qalan funksiyaların BMT baş katibinin Yəmən özü xüsusi nümayəndəliyinin ofisinə təhvil verilməsinə dair çağırış yer alıb.
Birləşmiş Ştatların Arizona ştatında insan qaçaqmalçılığında şübhəli bilinən şəxslə sərhəd xidməti əməkdaşları arasında atışma baş verib. Şübhəli şəxs ağır yaralıdır. Hadisə Birləşmiş Ştatlar Meksika sərhədindən 16 kilometr aralıda qeydə alınıb. Polisin məlumatına görə saxlanılma zamanı şübhəli şəxs sərhədçilərə məxsus helikopterə atəş açıb. Hadisəni törədənin kimliyi müəyyən edilib. Məlum olub ki, onun barəsində ötən il həbs qərarı verilib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərəfdaşları Ermənistanın artıq ödədiyi 100 milyonlarla dollar dəyərində silah və avadanlığın tədarükündən imtina ediblər. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ordu günü ilə bağlı müraciətində deyib. Onun sözlərinə görə bu, Ermənistanın suverenliyi üçün təhlükə yaradırdı. Nikol Paşinyan bildirib ki, bu təhlükə Azərbaycan və Ermənistanın 1991-ci il Almatı bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması, həmçinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı üzvlüyünü dondurması ilə aradan qaldırılıb. Hindistanın Maharashtra ştatının baş nazirinin müavini Ajit Pavara məxsus charter təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində müavin və daha 4 nəfər həyatını itirib. Bu barədə Hindistanın Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb. Təyyarədə 2 əməkdaş və 2 heyət üzvü də olub. Yayımlanan videolarda təyyarənin qalıqlarının açıq əraziyə səpələndiyi, yanğın nəticəsində qalın tüstü dumanının havaya qalxdığı görünür. İlkin ehtimala görə qəzaya texniki nasazlıq və ya pilot səhvi səbəb olub. Avstraliyanın cənub-şərqində 5 gündür müşahidə olunan kəskin istilər meşə yanğınlarının miqyasının genişlənməsinə səbəb olub. Ən ağır vəziyyət əhalisinin sayına görə ikinci böyük ştat olan Viktoriyada hökm sürür. Ştat ərazisində 6 aktiv yanğın ocağı qeydə alınıb. Üçündə vəziyyət nəzarətdən çıxıb. 11 min hektardan çox ərazi külə dönüb. Minlərlə evin elektrik təchizatı kəsilib. Meteoroloqlar kəskin istilərin hələ bir həftədən çox davam edəcəyini proqnozlaşdırırlar. Böyük Britaniyada isə əksinə Çandıra qasırğası ciddi fəsad törədib. Leysan və güclü küləklə əlaqədar Şimali İrlandiyanın bəzi əraziləri və İngiltərənin cənub-qərbində narıncı xəbərdarlıq elan edilib. Bəzi yerlərdə küləyin sürəti saatda 130 kilometri ötüb. Yerli medianın məlumatına görə ağacın avtomobilin üzərinə aşması nəticəsində bir nəfər xəsarət alıb. Əlverişsiz hava nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Daşqın səbəbindən yollar və körpülər bağlanıb. Qasırğa hava və dəmir yol nəqliyyatına da təsirsiz ötüşməyib. İngiltərə və Walesdə qatar reysləri ləğv edilib. Şimali İrlandiyada onlarla aviareys təxirə salınıb. Qasırğa ilə əlaqədar 350-dən çox məktəb bağlanıb. Minlərlə istehlakçının elektrik təchizatı kəsilib. Digər tərəfdən, Birləşmiş Ştatlarda günlərdir tüğyan edən qar fırtınası qurbanlarının sayı da artıb. Son məlumatlara görə əlverişsiz hava 50 nəfərin ölümünə səbəb olub. 220 milyona yaxın sakinə kəskin soyuqlarla bağlı xəbərdarlıq edilib. Əksər yerlərdə elektrik xətləri sıradan çıxdığından yarım milyondan çox istehlakçı hələ də işıqsız qalıb. Bir çox ailələrin evlərini qızdırmaq üçün müxtəlif vasitələrdən istifadə etməsi dəm qazından zəhərlənmə hallarının artmasına gətirib çıxarıb. Belə ki, son 3 gündə Neşve şəhərində 46 uşaq dəm qazından zəhərlənib. Qar fırtınası səbəbindən ötən gün ölkə üzrə 2000-dən çox aviareys ləğv edilib. Uçuşların ləğvinə görə Dallas, Boston və New York ilk sıralardadır. Yenidən ölkə gündəminə qaydırıq. Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq bugündən etibarən Bakı şəhəri, Xətai rayonu, Babək prospektindən Xəqani Rüstəmov küçəsinə dək olan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq. Qurumdan qeyd edilib ki, sürücülər alternativ olaraq Süleyman Vəzirov küçəsindən istifadə edə bilərlər.
Bakı şəhəri Xəzər rayon icra hakimiyyəti tərəfindən rayonun Binə qəsəbəsində fiziki şəxs Emil Yoldaşovun qanunsuz tikinti işləri aparması faktı aşkar edilib. Bu barədə müvafiq tədbirlərin görülməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Müraciət əsasında aidiyyəti qurumların iştirakı ilə qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb. İrandan Azərbaycana gətirilən 1680 kiloqram qənnadı məhsulunda kif və maya göbələkləri aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində nuqa qənnadı məhsulundan nümunələr götürülüb. Laborator sınaq nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuz aşkarlandığı üçün məhsul partiyası məhv edilib. Son zamanlar sosial şəbəkələrdə boy ucaltdığı iddia edilən dərmanların reklamı çoxalıb. Həmin preparatlardan istifadə edənlərin də sayı artıb əslində. Bəzi həkim məsləhəti olmadan belə dərmanları qəbul etmək nə dərəcə təhlükəsizdir, süjetdən biləcəksiniz. Boyunuz neçədir? 1,59. Boyartma dərmandan istifadə etməyi düşünmüsünüz? Xeyr, düşünməmişəm. Boyumu normal olaraq görürəm. Ətrafınızda olubmu istifadə edənlər? Bəli, əlbəttə ki. Məsələn, ən çox da diabetli olan insanlarda görürdüm. Bu genetik faktordur. Əsasən yəni ailədə və yaxud da nəsildə kökdə irsəndə, yəni gələn bir şeydir. Yəni dərmanlar da yəni biz inanmırıq da yəni. Demək olar ki, hər gün müraciət var. Ayda bəlkə bu 100-dür keçir, 200-dür keçir bu müraciət. Əsasən yetkinlik yaşına çatan və özünə güvənməyən, yəni müəyyən insanlar arasında bu müraciətlər daha çoxdur. Səslənən rəqəmlər cəmiyyətin real göstəricisidir. Sosial şəbəkələrdə satışa çıxarılan boy artımı dərmanları qısa boy insanların diqqətini özünə cəlb edir. Narahatlıq doğuran məqam isə odur ki, boyundan narazı qalanlar həkimə deyil, birbaşa apteklərə üst tuturlar. Əlimdə boyartma dərmanı var. İndi onun tərkibinə birgə nəzər salaq. Bu dərmanın tərkibində L-arnitin, L-karnitin, L-ornitin, D vitamini, C, bu tipli dərman maddələri mövcuddur. Tərkibində müxtəlif maddələr var. Bəzən düşünürük ki, tərkibi nə qədər mürəkkəbdirsə, təsiri də bir o qədər güclü olur. Bəs reseptsiz alınan bu dərmanların fəsadları nələrdir? Mütəxəssislər bildirirlər ki, bu preparatları həkim məsləhəti olmadan qəbul etmək insan orqanizmində, xüsusilə hormonlarda ciddi fəsadlara yol aça bilər. Bundan əlavə, bədəndə qeyri-mütənasib böyümə və inkişaf problemləri də yaradar. Bu hormonun yerli olaraq şişkinlik, ağrı verə bilər, qızartı verə bilər. Mövcud olan uşaqda əgər bir skalyoz varsa, bunu dərinləşdirə bilər. Uşaqda mövcud hansısa bir şiş toxuması varsa, onu böyüdə bilər və kələ-daxili təzyiqi artıra bilər. Bu kələ-daxili təzyiqi artırma məsələsi əsasən sindromlu uşaqlarda daha çox rast gəlinir. Boy artıran preparatları istifadə etməmişdən əvvəl boyun qısalığının səbəbləri araşdırılmalıdır. Gündəlik bizə boy hormonu müalicəsi üçün müraciət edən, ümumiyyətlə boy geriliyə müraciət edən uşaqların sayı kifayət qədərdir və hər bir uşağa biz boy hormonu təyin etmirik. Yalnız müəyyən bir analizlərdən, müayinələrdən sonra bu hormonların təyinatı gedir və hormon təyinatından öncə də bu uşaqlara xüsusi komissiya var, oradan keçirilir və dövlət tərəfindən təmin olunurlar. Hal-hazırda 1850 nəfərdən yuxarı boy hormonu müalicəsi alan uşaqlarımız var. Valideynlər uşağın boy geriliyindən narahatlarsa, bunun üçün ilk ünvan təbii ki, həkim endokrinoloq, pediatr xüsusilə endokrinoloqlar olmalıdır. Mütəxəssislər deyir ki, sağlam böyümək və səhhəti qorumaq üçün mütləq doğru seçim etmək lazımdır. Şahnun Qasımova, Bağır Kərimov, ASTV xəbər. Masallı'nın Xallıca kəndində əkin sahələrini su basıb. Sakinlərin sözlərinə görə dağlarda əriyən qar səbəbindən Viləş çayı məcrasından çıxıb və hektarlarla taxıl sahəsini yararsız vəziyyətə salıb. Hazırda suyun yaşayış evlərinin yaxınlığında toplanması həyətyanı sahələr üçün təhlükə yaradır. Bu il Masallıda həm çiyələk istixanalarında, həm də açıq sahələrdən ötən ildən çox məhsul gözlənilir. Fermerlər bunu son günlər yağan qarla əlaqələndirir.
Qar torpağın dərmanıdır deyirlər. Hava şəraiti ilə bağlı yaranan çətinliklər isə operativ şəkildə aradan qaldırılır. Bir müddətdən sonra qış tarla işlərinə də başlanılacaq. Ətraflı növbəti süjetdə. Son günlər yağan qar Masalıda çiyələk əkib becərən fermerlər üçün çətinliklər yaratsa da qarın yağmasından məmnundular. Çünki qar torpağın münbitliyini artırır və ziyanvericiləri məhv edir. Hazırda isə əsas iş əriyən qarın suyunu sahədən kənarlaşdırmaqda. Bunun üçün drenaj kanalları təmizlənir ki, ştillər su altında qalıb məhv olmasın. Fəsadlar odur ki, karkazları, panikləri yatışdırır. Onlar əridikcə sahədə kanallar arasında su yaranır. İştilləri boğulma ehtimalı var, təhlükəsi var. Ola həmin təhlükələri aradan qaldırırıq ki, hər hansısa bir narahatçılıq olmasın məhsul yığımı vaxtı. Məhsuldarlığı bu il daha yüksək gözləyirik. Fəslin gedişindən çox şey asılıdır. Fermerlər deyirlər ki, keçən il fevralda yağan qarın təsərrüfatlara ziyanı çox oldu. Çünki istixanalarda becərilən çiyələk kolları artıq çiçək açmışdılar. Qar onları məhv elədi və nəticədə birinci dərim zəif oldu. Bu dəfə elə problem yoxdur. Bu günləri görürsünüz, qış tarla işləri gedir. Sahənin müəyyən hissəsini istixana şəraitində örtük altına almışıq. Bunun da üstün cəhətləri ondan ibarətdir ki, yəni ki, bunun dərişi obruslara baxanda, belə dərişə baxanda açıq sahədən hardasa 2 aya yaxın, ay yarıma yaxın tez çıxır. Bu da hardasa qiymətlərdə öz təsirini göstərir. Çiyələk olduqca həssas bitki olsa da şaxtaya daha dözümlüdür. Çünki çiyələyin kök sistemi 10-15 dərəcə şaxtada belə sağ qala bilir. Ona görə də son illərdə Masalıda bu sahəyə maraq artıb. Bu il 400 hektardan artıq sahədə çiyələk əkilib. Çiyələk əsasən Yənkət, Təzalvadı, Çaxırlı, Şərəfə, Lürən kəndində əkilmişdir. Gördüyünüz sahədə hal-hazırda qardır. Əsasən Murana sortu əkilib, Parnik təsərrüfatında, bir də açıq havada əkilib. Düzdür, son zamanlar qarın fəsadları var. Bu təbiətin işidir. Fermerlərimiz bunun qarşısını alır. Bir müddətdən sonra həm istixanalarda, həm də açıq çiyələk sahələrində aqrotexniki tədbirlərin növbəti mərhələsi başlanılacaq. Yeni salınmış 2 hektar çiyələk sahəsində, onun 1 hektarı artıq gördüyünüz kimi qış tarla işləri həyata keçirilib, istixanalara salınıb. Bir müddətdən sonra isə aqrotexniki qulluq işləri aparılacaq. Mütləq şəkildə sıradan çıxmış, yanmış yarpaqlar şitildən ayrılacaq. Bu da mütləq şəkildə olmalıdır, çünki şitil yaxşı inkişaf eləyə bilsin, bol məhsul versin. Ötən il Masallıda 2000 ton çiyələk tədarik olunub. Rayonda fəaliyyət göstərən soyuducu anbarlar məhsulun itkisi saxlanmasına imkan verir. Satışda da çətinlik yoxdur. Çiyələk həm daxili bazara çıxarılır, həm də ixrac edilir. Nuranə Tələt qızı, Şahin İlhamoğlu, Şahnun Qasımova, ATV xəbər. Dəm qazından 2 ölüm faktı qeydə alınıb. Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllədə Rahib Qəmbərov yaşadığı ünvanda dəm qazından boğularaq həyatını itirib. Sumqayıtda da 71 yaşlı kişi dəm qazından ölüb. Hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Məlumata görə Albaxış Baxşıyev dəm qazından zəhərlənərək həyatını itirib. Hər iki faktla bağlı araşdırma aparılır. Neftçala rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. 43 yaşlı Samiq Abuşov saxlanılıb. Onun avtomobilindən ümumi çəkisi 20 kiloqrama yaxın olan həşiş və marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. Xaçmazda da narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb. 28 yaşlı Əli Abbasovun üzərindən və yaşadığı ünvandan ümumilikdə 7 kiloqram marixuana aşkarlanıb. Keçirilən digər əməliyyat zamanı isə 21 yaşlı Həzrət Atakişiyevin üzərində bir ədəd tapanca gəzdirdiyi məlum olub. Silah qanunsuz yollarla əldə edilib. Hər iki faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qəti imkan tədbiri seçilib. Sosial şəbəkələrdə fərdi məlumatların qorunması istiqamətində nəzarət tədbirləri gücləndirilib. Elektron Təhlükəsizlik Xidmətinin məlumatına görə 3000-dən çox Azərbaycan vətəndaşına aid fərdi məlumatların qanunsuz yayılması halları aradan qaldırılıb. Eyni zamanda ötən il ərzində 3 milyondan çox vətəndaşa aid məlumatların mümkün sızmasının qarşısı alınıb.
Hazırda Bakıda hava şəraiti mülayim və yağıntısız keçir. Bəs qarşıdakı günlərdə hava necə olacaq? Bugün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin axşama doğru yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimal olunur. Yanvarın 29-unda isə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gündüz saatlarında yağıntılar tədricən kəsiləcək, mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 6-10 dərəcə isti olacaq. Bugün bölgələrdə də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin yanvarın 28-i axşamdan 29-u gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yol polisi də əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. Bildirilib ki, bəzi bölgələrdə intensiv yağıntı və qar yağması yollarda hərəkət riskini artırır. Sürücülərə sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini qorumaq, təhlükəli manevrlardan çəkinmək tövsiyə olunur. Eyni zamanda nəqliyyat vasitələrinin texniki sazlığına və mövsümə uyğun təkərlərin istifadəsinə diqqət yetirilməlidir. Dünya gündəmində bugün qlobal manşetlərdə bir xəbər diqqət çəkir. Böyük Britaniyanın baş naziri Keir Starmer Çinə səfər edib və rəsmi səfər artıq başlayıb. Səfər Keir Starmerin baş naziri vəzifəsində bu ölkəyə ilk səfəridir. Bu, ümumiyyətlə, Böyük Britaniya baş nazirlərinin 2018-ci ildən sonra Çinə ilk səfəri hesab olunur. Səfər barədə hazırda bizimlə birbaşa bağlantıda olan Şərqi Asiya ölkələri üzrə müxbirimiz Afaq Cəfərova məlumat verəcək. Afaq, buyurun, eşidirik sizi. Səfərdən gözlentilər nələrdir? Bəli, səfər Çinin Dövlət Şurasının sədri Li Qianın dəvəti əsasında baş tutur. Rəsmi məlumatlara əsasən yanvarın 31-nədək davam edəcək səfər çərçivəsində Çin Xalq Respublikasının sədri Si Jinping də başda olmaqla Çin rəsmiləri ilə görüşlərin keçirilməsi, ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən iqtisadi, ticari mövzular müzakirə olunacaq. Mən qeyd edim ki, təsadüfi deyil ki, baş nazir Keir Starmer səfərdə təxminən 50-dən çox biznes nümayəndəsi müşayiət edir. Keir Starmer paytaxt Pekindən sonra isə ölkənin əsas maliyyə mərkəzi sayılan Şanxay şəhərinə də baş çəkəcək. Ekspertlər hesab edirlər ki, baş nazir Keir Starmerin səfəri tərəflər arasında müxtəlif səbəblərdən korlanmış olan siyasi əlaqələri yaxşılaşdırmaq, o cümlədən ticarət və investisiya əməkdaşlığını müzakirə etməkdir. Nəzərə almaq lazımdır ki, ümumiyyətlə Çin Böyük Britaniyanın ən böyük ticarət tərəfdaşlarından biri olsa da tərəflər arasında siyasi müstəvidə uzun müddətdir ki, artıq soyuqluq olub. Bu məsələdə Londonun Vaşinqton ilə sıx münasibətdə olması isə müəyyən rol oynayıb. Hazırki səfərin isə Böyük Britaniyanın ABŞ ilə münasibətlərdə gərginlik dövrünə təsadüf etməsi də gözdən yayınmır. Ekspertlər isə öz növbələrində hesab edir ki, Keir Starmer qərb ölkələri ilə ABŞ arasındakı münasibətlərin dəyişkən hala gəlməsi fonunda siyasi və işgüzar əlaqələri gücləndirmək məqsədi ilə Çinə səfər edib. Reuters agentliyi isə baş nazir Keir Starmerin sözlərinə istinadla yazır ki, Birləşmiş Krallıq dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinin təqdim etdiyi iqtisadi imkanları görməzdən gələ bilməz. Çinlə münasibətlərə gəldikdə isə başımızı quma bastırmağın mənası yoxdur. Çünki bu əlaqələr bizim maraqlarımıza uyğundur. Bu bizim üçün həqiqətən də vacib bir səfər olacaq və müəyyən real irəliləyişlər də əldə edəcək deyə baş nazir qeyd edib. Ekspertlər bu səfərin Britaniya və Çin arasındakı münasibətlərdə müəyyən dəyişikliklərə də gətirib çıxardacağını istisna etmirlər. Bizim mövzu ilə bağlı Pekindən çatdırmaq istədiklərimiz bu qədər. Söz təkrar sizdədir. Əməkdaşımız Afaq Cəfərova birbaşa bağlantıda Keir Starmerin Çinə səfəri ilə bağlı məlumatları çatdırdı. Görünən odur ki, təkcə ilə biz Keir Starmeri müşahidə edən nümayəndə heyətinin sayına və üzvlərinə baxsaq, 50-dən çox biznesmenin orada olmağı bu səfərin məhz iqtisadi dividendlərə hesablandığını bizə deməyə əsas verir.
Davam edirik. Dövlət İmtahan Mərkəzi yanvarın 18-də keçirilən magistratura üzrə sınaq imtahanlarının nəticələrini açıqlayıb. İmtahanda məntiqi təfəkkür, informatika və xarici dil üzrə test tapşırıqları, həmçinin esse yer alıb. Nəticələr hesablanarkən bakalavrların hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse maksimum 5 balla qiymətləndirilir. İmtahanda əldə olunan bilən maksimal nəticə isə 100 baldır. Belə ASTV xəbər komandasının hazırladığı buraxılışı izlədi. Studiyada Vəfa Seyidov idi. Hələlik.